Quran-Kərimdə də baxırıq, görürük ki, peşman olanların əsas gətirdikləri məsələ bundan ibarətdir ki, biz eşitmədik, biz düşünmədik. Allah cəhənnəm əhlinə belə buyurur, Quran ayəsidir. Onlara deyərlər ki, elə ki, cənnət əhli, cəhənnəm əhli ayrıldılar, cəhənnəm əhli gedir əzaba. Onlara deyərlər ki, bəs sizə xəbər verən gəlməmişdi, sizə Peyğəmbər gəlməmişdi. Onlar deyərlər ki, qalu bəla, deyərlər ki, yox gəlmişdi, bizə xəbər verən gəlmişdi. Amma biz onları təkzib elədik, onları inkar elədik və dedik ki, siz açıq-aşkar azğınlıqdasınız. Peyğəmbərlərə inkar elədik. Sonra buyururlar ki, Allah onların dilindən Quran ayəsi. Ləv kunna nəsməu əv nəqilu mə kunna fi əshabis səir. Əgər bizim eşidən qulağımız olsaydı, əgər biz eşitsəydik və düşünsəydik, təfəkkür eləsəydik eşitdiklərimizin üzərində, bu gün biz peşman olmazdıq, bu gün biz əzaba getməzdik. Demək, bizim əsas problemlərimizdən də biri budur ki, biz eşitmirik, eşitmək istəmirik, qulağımızı haqqa qarşı bağlamışıq. Eşitmirik deyə biz axırda bədbəxt oluruq, Allah eləməsin. Yəni ki, cəhənnəm əhlinin baxın gətirdiyi əsas səbəb budur. Əgər biz eşitsəydik və eşitdiyimizin üzərində düşünsəydik, Peyğəmbər gəlib ki, insanları düşüncəyə dəvət eləsin. Mən Quran-Kərimdən hətta indi söhbətimizin davamında gözəl bir ayə də qeyd edərəm. Belə yer gəldi, yadıma düşdü. Düşünmək mühüm məsələdir. Peyğəmbər gəlib ki, insanlar düşünsünlər. İnsanları düşünməyə, təfəkkürə Peyğəmbər dəvət edir. Bu din, baxın, kör-köranəli bir dini deyil. Bu dinin Quran-Kərimə baxırıq, əksər ayələr düşünməyə insana dəvət edir. Əgər düşünməzsiniz, Quranda Allah misal çəkir, axırda gəlir, qeyd vurur ki, bu məsələdə düşünənlər üçün, ağıl sahibləri üçün ibrətlər var. Əgər insan düşünsə və həmin o ibrəti götürürsə, tuta bilirsə və həyatına gətirə bilirsə, nə xoş həmin o insanın halına. Baxın, bu günləri əksər bu dindən üst çevirənlər ki var, hətta dini məsxərə edənlər ki var, istehza edirlər. Allahı, Peyğəmbəri, Quranı, müsəlmanları, inanclı insanları. Bunların da əsas problemlərindən biri düşünmə məsələsidir, eşitmə məsələsidir. Əksəriyyəti heç oturub Quran barəsində bir araşdırma aparmır. Quran nə demək istəyir? Ümumiyyətlə bu qədər biz danışırıq, biz nə demək istəyirik insanlara? Peyğəmbər gəlib, Peyğəmbər insanlara nəyi demək istəyirdi, nəyi çatdırmaq istəyirdi? Yaxşı, məndə, başqalarında danışanlarda əgər qüsur varsa, ən azından Allahın kitabı sənin əlindədir, Allahın kitabını aç, oxu ki, başa düşməyə çalış. Bəli, ilkin mənbədir və başa düşməyə çalış ki, mənə nə demək istəyir Allah? Əgər bundan sonra da qəbul eləməsən, demək ki, səndə problem var. Çünki Allah Quranda buyurur, İbrahimin dinindən nadan və ağılsızlardan başqa, səfiyələrdən başqa heç kəs üst çevirməz. Və mən yərğəbu ən milləti İbrahim. Və mən yərğəbu ən milləti İbrahim illa mən səfihə nəfsə. Səfih və nadanlardan başqası İbrahimin dinindən üst çevirməz. İbrahimin dini ilə, təkallahlılıqla insan tanış olandan sonra, onda olan faydaları görəndən sonra ağıllı insan bu dinə tabi olar. Allah açıq-aşkar deyir ki, nadan insandır ki, bu dindən üst çevirir. O ərəb gəlmişdi Mədinədən. O olsa Xəzrəc qəbilələr ki var idi Mədinədə, 100 illik müharibə aparırdılar bir-birləri ilə. Artıq özləri də yorulmuşdu müharibədən, qan tökməkdən. Gəlib bu qəbilələrdən birinin nümayəndəsi Qureyşdən kömək istəməyə Məkkəyə. Ki, bizə kömək eləyin düşmənə qarşı. Bu da deyir ki, Qureyşin nümayəndəsi deyir ki, vallahi bu dəqiqə bizim aramızdan bir kişi çıxıb, özünə deyir, mən Peyğəmbərəm, bizim insanları yoldan çıxarır, ata-baba dinimizi, bütlərimizi aradan aparmağa çalışır. Özümüz bir dəqiqə öz hayımızdayıq, onunla məşğuluq. Bu da eşidib, bax, Mədinədən, Yəhudilərdən belə bir Peyğəmbər gələcək. Deyir ki, hardadır o Peyğəmbər, mən onu görmək istəyirəm. Deyir ki, o oturub Kəbənin yanında öz dinindən danışır. Deyir, mən gedim onu görüm, görüşüm ondan. Gedəndə deyirəm, sənə bir tövsiyə verim, qulağı tutarsan, qulağına pambıq tax, əli ilə tut ki, onun sözlərini eşitməyəsən ki, o tilsimə salır insanlar. Bizim də qəbilədən, bizim ətrafdan da neçəsini öz təsirinə salıb. Deyir ki, yaxşı, çox sağ ol. Gəlir, əllərini qulağına tutub, Kəbəni təvaf eləyir. İslamdan da əvvəl təvaf məsələsi var. Təvaf eləyir, görür ki, Peyğəmbər də oturub və insanlara nələrsə danışır. Öz özünə düşünür ki, mən nə ağılsız hərəkət edirəm. Mən nə ağılsız hərəkət edirəm. Əlimi tutmuşam qulağıma, sözünü eşitməyim. Hələ bir açım qulağımı görüm, bu kişi nə deyir, nədən danışır? Qaydacım öz qəbiləmin yanında məndən soruşacaqlar, onlara deməli bir sözüm olsun. Gəlir Peyğəmbərin yanına, Peyğəmbər də o dövrün əsas sosial ictimai problemlərindən danışır. Ənam surəsinin ayələrindən insanlara oxuyur ki, yoxsulluq üzündən övladlarınızı, uşaqlarınızı öldürməyin. Bəli. Ədalətli olun, izə qultum fə'dilu və ləv kənə zə qurba. Ədalətli olun danışanda, hətta öz qohumlarınızla bağlı olsa da, qohumlarınızın əleyhinə şahidlik etsəz də doğru danışın, düz danışın. Yəni tərəf tutmayın və bil valideynə ihsanən, valideynlərinizə yaxşılıq eləyin. Belə Qurandan ayələr oxuyur. Bu deyir ki, bizim elə dərdimizin dərmanı bu təlimlərdir. Bu sözlərdir, bu kəlmələrdir və gəlir Peyğəmbərin yanına və həmin o məsələləri öyrənir Peyğəmbər. Baxın, 1400 il əvvəlki ərəb ağılın işlətdi, əllərin qulaqlarından çəkdi, söz eşitsin.
Yəni ki, gəlin bəzi insanlara da fürsətdir buradan səslənək ki, 1400 il əvvəlki ərəb qədər bir ağlımızı işlədək, eşitməyə çalışaq, söz eşitməyə çalışaq, həqiqəti eşitməyə çalışaq və onun üzərində düşünək, ondan sonra görək ki, bu dinə əməl etmək məsləhətdir yoxsa məsləhət deyil. Allahın gətirdiyi bütün təlimlərdə insanın xeyri yatır, məsləhət və məfsədə. Vaciblərində, namazında, orucunda Allahın məsləhəti var, qadağalarında fəsad var, insan üçün ziyan var. Yəni hamısı hikmət əsasında. Çox təşəkkür edirik sizə həqiqətən.